Amma insan nə edir? Allaha tövbə eləməkdənsə gəlir öz günahını aşkara çıxırır. Yaxşı, niyə görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bu insan bağışlanmayan insandır? Yəni, afiyyətə nail olmayan insandır. Bax, səbəb nədir? Yəni, zaten bu günahı edib də, nə oldu? Biz günahı gizlədirsə, o bağışlanır. Amma bu günahı gəlib aşkarda insanlar deyirsə, bağışlanmır. Bunun çünki fəsadları var. Bunu insan günah edəndə, günah fəsadı onun özünədir. Amma insan günahı gəlib insanlara danışanda artıq bu günahın fəsadını özündən nə edir? Yaymağa başlayır. Bir Wi-Fi modemi götür, məsələn. Görürsən, bir evdə bir dənə modem qoyulur. Hər adam üçün ayrıca modem olmur ki. Bir modemdir. O modem bütün əhatədə olan insan hamısını əhatə edir. Bax, o günahı danışan insan da belədir. Günah mənbəyidir. Ona danışanda nə edir? Hamıya onu paylayır. Hamıya onu təbliğ edir. Təbliğ etməklə də qalmır. O insan günahı təbliğ eləyəndə Allah subhanahu wa ta'alanın əzəmətini kiçildir. Yəni, günahları aşkarda söyləyən adam Allahın əzəmətini kiçildir. İnsanların gözündə Allahın əzəmətini dəyərdən salır. Allahın dininin şənini aşağı salır. Yəni, ucalıqdan onu nə edir? Aşağı gətirir. Və nəticədə ətrafda olan insanlar günahlara adi baxır və günahlara qarşı cürətli olurlar və Allahın dininin kiçilməsinə və hətta insanların o dinə istehza eləməsinə gətirib çıxarır. Ona görə də bu əməl Allah qatında ən böyük əməllərdən biri sayılır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ona görə bunu, bu əməl sahibi nə edib? Şiddətli şəkildə qınamışdır. İstehza eləmək bilirik ki, yəni əgər sən Allahın dininə istehza eləməyi gətirib çıxarırsansa məsələni, istehza böyük günahlardandır. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, sən onlardan soruşsan ki, siz nə edirdiniz? Onlar deyərlər ki, biz sadəcə əylənirdik, deyib gülürdük, yəni zarafat edirdik. Allah da qınır və deyir ki, üzr gətirməyin, yəni istehza edirdiniz, ələ salırdınız. İndi üzr gətirməyin Allah qatında. Siz iman gətirəndən sonra nə ediniz? Bəli, dindən çıxdınız, kafir oldunuz. Yəni, böyük küfr elədiniz ki, dindən çıxırsınız.